Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa Albaliyondur. 166 nömrə marşrut xəttinin yolunda tam yolun kənarında. İzləyicilərimizin əksəriyyəti maraqlarında tam yolun kənarında, belə deyək, avtobusa yaxın və marşrut məktəb. Sırf yəni siz istəyən tam yolun kənarındadır. 2 sot torpaq sahəsi üzərində belə bir həyət evimiz çıxıb, şəxsi tikili torpağın çıxarışı var. 3 otaq, bir mətbəxdən ibarət. İnşallah təqdim edək. Kommunallarına qədər var yəni. Su xəttinin sayğacı var, qarşılığın sayğacı var. Sənəddə çıxarışı ilk olaraq qiymət 70.000 manatdır. Sağ hissəsinə rahat bir yerdə keçidi var. Fikir verin. Solda da eyni qayda ilə də həyətdə sanuzel hissəsi var. Giriş hissəsində sizə təqdim edəcəm. Qardaşım arxadan tam şəkildə izləyəcəyimizə təqdim elə. Və gəl buraya bir buradan rahat bir şəkildə izləyəcəyimizə təqdim giriş hissəsi ki, tam şəxsi tikili və tam yolun kənarındadır. Və koridordan ayrı-ayrı otaqlardır. Yalnız evə bir aboya ehtiyacı var. Başqa, yəni heç nə. Gəl qardaşım, bu zal hissəsini göstər izləyicilərimizə zəhmət olmasa. Bura zal hissəsidir. Sonra yataq hissəsini təqdim elə. Gəl digər otaqlarımıza təqdim edək inşallah. Bir yataq otağımız oldu. Belə deyək də, bir zal, 2 yataq, bir mətbəx, bir sanuzeldən ibarətdir. Onu da nəzərinizə çatdıraq ki, yəni qoşadaşdır, təkdaşdır. Mətbəx hissəsini təqdim et zəhmət olmasa. Və sanuzel hissəsini təqdim edək. Biz sanuzel hissəsinə ancaq belə deyək də. Kafi mətlaq. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi, Məşdağa 166 nömrə marşrut xəttinin yolunda, tam yolun kənarındadır. Qeyd etdiyimiz kimi, 2 sot torpaq sahəsinin üzərində inşa edilib, şəxsi tikilidir. Bir zal, 2 yataq, bir mətbəx, bir sanuzeldən ibarət torpağın çıxarışı var. İlkin olaraq qiymət 70.000 manatdır. Reallıq olacaq ev sahibi tərəfindən endirim olunacaq. Səhifəmizi izlədiyiniz üçün Məşdağa Əmlak Əməkdaşları rəhbərliyinə sizlərə dərin təşəkkürümüzü bildiririk.